portakaldan çok asan hazırlanan piçen ile sizlerle paylaşıram. Bu günləri qardaşımgilə gedirəm. Uşaqlar için istedim ki, nəsə belə rahat, yüngül bir, dadlı bir şey hazırlayayım. Evdə də apelsin var idi. Siz də hazırlayın. Çox superdir, çox dadlıdır və çox tez, əsas da ki, çox tez hazırlanır. Mənə lazım idi ki, bir saatin içində tez hazırlayayım. Çünki birazdan çıxacağım. Ona görə bir apelsindən mənə lazım olan ərzaqlarımız apelsindir, un, şeker, yağ, yumurta ve axırda lazım olacaq şeker tozu bizə lazım olacaq. Sonda qabartma bir də vanil dad olaraq. Bu qədər. Başlayıram hazırlamağa. Keçik hazırlamağına. Mənə lazımdır qab. Bunları qoyuram kənara. Məndə kanalda apelsindən çox rahat piroqum var. Sadəcə 2 apelsindən. Çox qəşəng, çox dadlıdır. O da çox rahatdır. Çalışıram ki, sizlərlə ən asan, ən rahat və əsas da ən dadlı reseptlərlə paylaşım. Videolarımda çalışıram ki, sizin üçün bir qabın içində, yəni qab bulaşdırmadan əsas olsun. Rəng gəlir. Qabıma tökürəm yumurta. 2 yumurta, ağlı, sarılı. Qəşəng. Üzərinə şeker. Dəqiqliylə hamısını video aşağısında olduğu kimi, həmişə olduğu kimi paylaşacağım. İndi bunu qarışdırıram. Mili, gəlmişsən? Hara gəlmişdi? Salam, izləyicilərim. Salam, necəsiniz? Çox şirindir. Hər yeməyi də pişirəndə, nəsə hazırlayanda, yəni video çəkəndə gəlir, baxır. Bu günləri sən istədiyin heç nə yoxdur. Yəni buradan heç nə yemirsən sən. Qoyuram yerinə. Aparım evinə. Okay, qatışdırıram. Yəni mikserdən lazım deyil. Belə rahatdır. Bu şəkildə. Çünki əlimizlə sonra yoğuracağıq. İstəsəz, yenə yoğuran aparatı varsa, o daha tez. Hamısını tökürsünüz, qatışdırır, xəmiri verir sizə. Sadəcə olaraq mən istədim sizə bu şəkildə göstərim. Yəni əllə də olsa qatışdırsanız, yəni eyni rahatçılıqdır. Yəni çox lazım deyil bu belə köpüklənsin. Bu şəkildə qatışdırdım. Sonra üzərinə əritmişdim kərə yağı. 100 qramdır. Amma elə bu şirniyyatı hazırlamaq istəyəndə yağı gecədən çıxardım. Qoyun belə qəşəng yumşaq olsun. 5 dəqiqəyə hazır. Yəni çay qoyucusu damalmağa. Pişməyi də hazırdır. Pişməyi də 15 dəqiqəyə bişir. Ya bax bu proses hamısı nə bilim 3-4 dəqiqə vaxt aparır. Bunu da qatışdırdım. Bismillah. Üzərinə bu şeker tozunu qoyuram kənara. Çünki bizə indi lazım deyil. Bizə lazımdır un. Unu hissə-hissə həmişə dediyim kimi onu birdən əlavə eləməyi sevmirəm. Eləmişəm. Amma birdən tökmək istəmirəm. Ola bilsin ki, həmişə dediyim kimi də una görə ola bilər biraz belə qatı alınsın. Ya bəzən olur ki, lazımdır əksinə. Onun sortları cürbəcürdür deyə ona görə. Onun üzərinə qabartmaya əlavə edirəm. Mən son zamanlar ancaq neçə aylarda soda istifadə edirəm. Həmişə amma yazanda sizə də deyirəm ki, istəsəz qabartma tozu da istifadə eləyin. Yəni ya soda. Prosta bu günləri dedim soda istifadə eləmədim, qabartma istifadə elədim. Yəni sodaya daha çox üstünlük verirəm. Onu demək istəyirdim. Vanil. Qabaq sodadan hamı istifadə edir də, qabartma olmurdu. Vanil. Vanildəki zövqə görə nə qədər istəyirsiniz. Vanil nə qədər çox olsa o qədər dadlı olur. Xoşum gəlir. Qatışdırıram. Elə əllə yoğurmuram. Biraz qatı olsun. Çünki bu şəkildə belə çox sevmirəm. İndi tam xəmir olmamışdan başlayıram apelsinin qabığını rəndələməyə. Ətri üçün. Belə qəşəng. Unu hələ tam əlavə etmədim. İşte bu qatışdıranda hər tərəfdə yayılsın. Rəndələyirəm qabığını biraz. Rəngi də gözəl olur. Ətri də. Vəbşə apelsin, piroq da özü çox gözəl meyvədir. Vitamin C. Uy. Şirniyyatda da çox qəşəng olur. Adi vanil olmayanda prosta belə eləyin. Qabığını da. Heç öz sokunu içine əlavə etməsəz də olar. Super olur. Bu qədər. Bunusa sokunu çıxardacağım. Çünki soku da lazım mənə. Qalan unu da əlavə edirəm. Baxın rənginə qəşəngdir. Hələ heç qatışdırmamışam.
Bu günləri hamı sarı-sarıyıq, portakal rəngində. Və əlavə unu da əlavə edirəm. Qalan unu da. Pardon. Bunu da qatışdıram və başlayıram əlimlə yoğurmağa. Bir apelsinin yarısının sokunu çıxardıram, yəni suyunu. Tam bütün əlavə etmirəm. Piçeni üçün yarısı da bəs eləyir. Yarım apelsinin suyunu tökürəm xəmirin üzərinə və başlayıram yoğurmağa. Lazım olsa biraz un əlavə edərik suyuna görə. Lazım olsa. Göstərəcəm ki, xəmir necə olmalıdır. Və qəşəng qatışdırırıq. Xəmir baxın bu şəkildə alınır. Lipki alınır, yapışqan alınır. Ona görə biraz un əlavə edəcəm. Əldə belə ələ yapışmasın. Xəmiri göstərim sizə. Yəni başlayıram yoğurmağa. Onu götürüm. Yığışdıram bunları. Rahat olan, yəni qabdoca rahat deyil. Burada yoğuracağım. Xəmiri rahat yoğurum deyə biraz da un əlavə elədim. Baxın, oy, yüzüyüm. Qəşəng belə. Baxın, belə qəşəng yumuşaq xəmir alınır. Çox un lazım deyil vurmaq. Çox xəmir bərk olmasın. Onun elə hazır olanda piçenilər belə qıranda da belə çox belə həm vazdushnadır, həm belə rahat belə qırılanda, yəni belə piçeni olmağı üçün un əlavə etməyin. Baxın, belə qəşəng xəmir alınır. Ay, içində baxın apelsinlər də var, qabığı. Rəndələdiyimiz. Bu şəkildə. Axır. Qəşəng xəmirdir. Və listimi gətirirəm. Mənə lazım edir bir də şəkər pudrası, dediyim kimi. İndi bunları toplar eləyirəm. Listimi gətirim, sonra başlayayım. Yağlı kağız qoyuram, rahat çıxsın deyəm. Çalışıram sizlərlə rahat videolar paylaşın. Hasan. Vaxt o qədər tez uçur. Hər kəs istəyir ki, evində rahat bir şey hazırlasın. Həm yemək üçün, həm şirniyyata görə. Bizə də evdə şirniyyatı yemək qədər çox sevirlər deyə. Ona görə demək olar ki, hər gün hazırlayıram cürbəcürdə. Çalışıram ki, faydalı da olsun da, yaxşı olsun, dadlı olsun. Yağlı kağızım hazır. Ona görə, yəni pişirib dadına baxdığım reseptlərlə sizlərlə də paylaşıram. Hissə-hissə toplar eləyirəm. Baxın, belə balaca-balaca. Bu şəkildə. Sadə. Yəni yumru elədim. Yəni atıram, həmin o siz yaxşı görəsiniz deyəm. Belə buluyuram. Necə göstərim. İnşallah görürsünüz. Görsənir. Bu şəkildə. Baxın, belə olmalıdır. Bir-bir top şəklinə salıram və şəkər tozunda bu şəkildə bulayıram. Və düzürəm listə. Rahat, Hasan. Baxın, belə. Məsafə ilə, düzdür belə pişib əriyənlərdən deyil, amma yenə də həmişə pişirəndə məsafə saxlayın. Uşaqlarınızla hazırlayın. Siz xəmiri eləyin, verin onlara. Qoy onlar da belə toplar hazırlasın. Və oturun bir yerdə qəşəng çayla için. Belə. Bir yerdə vaxt çox keçirin. Yaxınlarınızla, sevdiklərinizlə, uşaqlarınızla. Biz çox sevirik uşaqlarımla. Bir-birimizə hər gün vaxt ayırırıq. Onsuz da bir yerdəyik. Sadəcə olaraq demək odur ki, yəni uşaqları dinləyin, başa salın, bir-birinizə vaxt ayırın, sevdiklərinizə. Belə. Xəmirdə baxın, ələ yapışmır. Belə qəşəng xəmirdir. Plastilin. Ona görə deyirəm ki, uşaqlarınızla hazırlayın, onlar da maraqlı olsun.
Sobamızı yandırırıq. Sobandakı 180 dərəcədə 20 dəqiqə inşallah hazır olacaq. Çox savsem də belə qurutmaq lazım deyil. 20 dəqiqə bəs eləyir. Göstərəcəm necə olmalıdır. Yandırıram. Yuxarı və alt üst mən sobamda, yəni 180 dərəcədə alt üst eyni vaxtda yananda, yəni bu şirniyyat onda qəşəng pişir. Bu qədər. Bunu da qəşəng bunları da qutarım. Mən gözləyirlər uşaqlar. Çayla içməyə. Ona baxmayaraq ki, evdə var. Dünənləri qəşəng piçenya hazırlamışdım. Amma necə piçenya hazırlamışdım? İçində şəkər yox, heç nə yox. Xurmadan, qozdan. İndi göstərərəm sizə. Həmin o videoyla da inşallah bir gün sizlərlə paylaşaram. Çox superdir. Çayla, kofe ilə balaca kukilər alınır. Çox tatlı. Tam oldu. Biri artıq. Onu da sıxım. Belə, hara qoyum. 2 dənə alındı. Mən 4, 8, 16, 17, 18, 19, 21. 21 dənə piçenya alındı. Bunları yığışdırıram. Все, göstərim sizə. Ay. Aparım. Dediyim kimi, xoşlayıram. İşi görə yığışdırmaq. Sonra qutarandan sonra rahat oturursunuz oxay və çayınızı içirsiniz. Baxın, belə qəşəng piçenyalar alınır. Piçenyadan da sonra vəbşə super olacaq, göstərəcəm sizə. Aparım sobaya. $20 dəqiqə. Hər kəs öz sobasına görə ayarlasın. Baxın, hazır oldu. Görün nə qəşəngdir. Super. Evi, ətir evi bürüyüb. Hamı evdə gözləyir ki, tez bişsin. Bişdi. İndi istədiyəni əlinə gəlib götürə bilmədilər. Baxın, sizə göstərim. Bismillah. Çox superdir. Hazırlayın. Balaca eləmək olar. Baxın, bu şəkildə sizə göstərim. Bu boydana balaca kukilər eləyə bilərsiniz. Bu şəkildə. Bu reseptini də sizlərlə paylaşacağım. Dünən maşallah bir qap hazırlamışdım. Bugünlər 3 dənə qalıb. Yəni çox, necə deyim, cicik, şəkərzad yeməyənlər üçün də ancaq xurmadır, qozdur, faydalı. Yəni çox faydalıdır. Bunun reseptini sizlərlə paylaşacağım. Bunu göstəreyim. Baxın, bomba. Altı qəşəng pişib, üstü bölüm. Baxın, işdə də olma. Bismillah. Wow. Oy, iyi. İyin başa sala bilsəydim, az ingrediyentli, hər kəsin evində olan ərzaqlarlandır. Ona görə məsləhət görərdimsə, evinizdə apelsin varsa, yəni yarım apelsin varsa, yəni bunu hazırlayın, çox superdir. Yəni məsləhət görərdim, durub gedib hazırlayasınız. Yəni çətin deyil, çox asan hazırlanır. Baxın nə qəşəng, içi də qəşəng bişib, çölü də. İyi də ki, söz ola bilməz. İndi bunları qəşəng yığıram qaba, aparıram qardaşım gilə, balaları üçün, gedək onları da çay içməyə. İnşallah getdik çay içməyə. Красавчик. Скажи правду, понравилось или нет? Да, очень. Как тебе? Как тебе?